Türkiyə-Azərbaycan Universitetinin yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə təqdim edilib. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirinin müavini İdris İsayev Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında Nəcibə Nəsibovanın rolunu vurğulayaraq onu yeni vəzifəyə təyin olunması münasibətindən təbrik edib. Nəcibə xanım uzun müddət 1995-ci ildən Türkiyədə vəzifə olaraq diplomatik vəzifə sayılsa da, amma təhsillə bağlı olan bir fəaliyyət olub və səfirin təhsil məsələləri ilə bağlı müşaviri vəzifəsində çalışıb düzdür. Bu qərib illərdə bir neçə dəfə dəyişib və ilk növbədə iki qardaş ölkənin təhsil sahəsində əməkdaşlığında düşünürəm ki, Nəcibə xanımın böyük rolu var. Yeni rektor Nəcibə Nəsibova çıxışında bildirib ki, Türkiyə-Azərbaycan Universiteti sadəcə yeni nəsil universitet modeli deyil, eyni zamanda Azərbaycanla Türkiyə arasında qardaşlığın, ortaq dəyərlərin təcəssümüdür. Qeyd edək ki, hazırda 174 tələbənin təhsil aldığı universitetə bu il 3 ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Onlardan 60 yer kompüter mühəndisliyi, 30 yer sənaye mühəndisliyi, 30 yer isə qida mühəndisliyi ixtisası üçün nəzərdə tutulub.